Cəllabadda məktəbdən evə qayıdan 7-ci sinif şagirdi sahibsiz itlərin hücumuna məruz qalıb. Hadisə rayonun Məhəmməd Hadi küçəsində baş verib. Rayon sakini 2011-ci il təvəllüdlü Əmənov Əliyə dərsdən çıxıb evə gedərkən körpü altında olan sahibsiz itlər hücum edib. Məktəblini yerə yıxan itlər ona qolundan xəsarət yetirib. Səsküyə yığışan rayon sakinləri əlini itlərin caynağından son anda xilas edə biliblər. Dünənləri günorta uşaq məktəbdən gələndə it onu küçədə tutub yıxıb. Bu bütün Cəllabadlıların problemidir. Yəni bu küçə itlərin cəmaatın uşağına hücum edir. Bugün mənim uşağıma hücum edib, sabah başqasının uşağına hücum edər. Yaralı dərhal Cəlilabad rayon mərkəzi xəstəxanasına çatdırılıb və ona ilkin tibbi yardım göstərilib. Təbibin verdiyi məlumata görə saat 14:50 radələrində it dişləməsi səbəbilə bir nəfər kişi cinsli Cəlilabad rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 2011-ci il təvəllüdlü şəxsə sol yuxarı ətrafın dişlənmiş yarası diaqnozu təyin edilib. Zəruri tibbi yardımlar göstərildikdən sonra vəziyyəti kafi qiymətləndirildiyindən o ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, son vaxtlar rayon ərazisində sahibsiz itlərin sayı xeyli artıb və bu əhali üçün ciddi təhlükə mənbəyinə çevrilib.